həkimin mərhəmətinin olunmağı, insanları sevinməyi, o sənətlə məşğul olması daha yaxşıdır. Çünki mərhəmətsiz həkim apteksiz, dərmansız aptek kimidir. Mərhəmətsiz həkim dərmansız aptek kimidir. Həkim hər zaman mərhəmətli olmalıdır. Komanda işidir demək, dostları incitməmək üçündür, yoxsa həqiqətən tək işləmək mümkün deyil? Yox, həqiqətən bu iş hər bir həkimə aiddir. Əksər həkimə aiddir əslində qalsa. Həkimlik bir komanda işidir. Çünki bizim mütləq assistentlərimiz, rezidentlərimiz, tibb bacılarımız, hətta klinikada kiçik tibb bacılarından, sanitardan tutmuş belə yüksək rəhbərliyə qədər hamısı bizim işimizin parçasıdır. O baxımdan həkimlik komanda işidir. Eyni zamanda interdisiplinar olaraq elə bir xəstə olar ki, mən onu öz ixtisasımla olan daha təcrübəli bir həkimə, xaricdə olan professorlara məsləhətləşib soruşub məsləhət ala bilərəm. Yaxud da digər ixtisasdan ehtiyac olduğu təqdirdə multidisiplinari göstəri soruşmamız lazım. Bizim ən böyük vacib prinsipimiz öncə zərər vermə prinsipidir. Hələ Hippokrat o zaman deyir ki, primum non nocere, yəni öncə zərər vermə. O baxımdan həkimlik bir komanda işidir. Bizim düşünürəm ki, həkimlik komanda işidir. Komandaya təşəkkürlər deməyimiz səmimi olaraq ətrafımızda olan insanlara olan təşəkkürümüzün ifadəsi və təcəssümüdür.